saatdə, bu zamanda salamlayıram təlimlərə qoşulduğunuz üçün. Təşəkkür edirəm sizə. Mən ekran görüntüləri qoymuşam arxada. Balaca düzəldim bunu. Görüntümüz normal olsun. İlk olaraq deməli özümü təqdim eləyim. Səfirə Rəhimova 26 ildən artıqdır ki, təhsil sahəsində çalışıram. Hazırda düzdür, jurnalistika sahəsinə yönlənmişəm, amma uzun müddət təhsildə çalışdığım bir dövrdə jurnalist fəaliyyətim də olub. Əsasən televiziyanın mədəniyyət sahəsi üzrə daha çox, belə deyək də, məşğul olmuşam. Amma müəllim olaraq, yəni ilk olaraq müəlliməm. 26 ildir ki, təhsil sahəsində elə bir layihə, elə bir müsabiqə olmayıb ki, bunu tam əminliklə sizə deyə bilirəm. Yəni o müsabiqəyə qatılmış olmayım. Deməli, Azərbaycanda keçirilən, Azərbaycandan kənarda keçirilən hətta bir çox müsabiqələr olub ki, onlara qatılmışam və həqiqətən də bugün çox dəstəkləyirəm ki, öz dəyərli vaxtını, zamanını xərcləyib bizə qoşulmaq istəyən bu şəxslərə ki, öyrənmək istəyirlər. Çünki zamanında mən özüm də elə olmuşam. 26 ili elə belədən demədim. Yəni, ali məktəbi bitirəndən Yasamal rayonu 60 saylı tam orta məktəbi müəllim kimi fəaliyyətə başlamışam və biologiya müəllimiyəm. İxtisasca bir ixtisasım biologiya müəllimidir, digər ixtisasım isə, yəni magistratura təhsilində artıq biz də bilirsiniz, fərqli ixtisaslar götürmək olur. İbtidai sinif metodika və metodologiyadır məndə. Düzdür, ibtidai siniflər üzrə metodist olaraq çalışmamışam, amma uzun müddət müəllim olaraq çalışmışam, sonra direktor müavini olaraq çalışmışam, daha sonra isə məktəb direktoru kimi də 7 il fəaliyyət göstərmişəm. Bəzilərinə düzdür sual yaranacaq ki, 7 il fəaliyyət göstərəndən sonra, yəni bu qədər layihələrə imza atdıqdan sonra nədən yenidən jurnalistikada özünü tapır Safra xanım? Bu sualın cavabını maraqlı olarsa, sual yaranarsa sonda verərəm. Amma 26 il təhsil sahəsində çalışdığım müddətdə bayaq söylədiyim kimi elə bir layihə olmayıb ki, ora qatılmayıb. Başlayaq belə deyək də bizim dövrümüzdə olduğumuz dövrlərdə ilk olaraq, lap ilk olaraq belə deyim, ixtisas artırma kursları idi. Buna mütləq şəkildə hamımız getməliydik. Yəni müəllimlər ixtisas artırma kursundan mütləq şəkildə keçməliydilər və hər bir müəllim kimi mən də bu ixtisas artırma kursunda iştirak edirdim və oradan artıq hansı layihələr olursa onlara qatılırdım. Prometan lövhədir, Mimio lövhədir, Smart lövhələrdir. Yəni hətta zamanında Bakı Əyləncə Mərkəzində böyük bir texnoloji bir layihə keçirilmişdi. O vaxt Abdullah Qəhrəmanov idi, səhv eləmirəmsə. Yəni Bakı Şəhər Təhsil İdarəsi çoxdan idi. Bu 2005-2010-cu illər arasında idi. Orada belə açıq dərsləri smart lövhə ilə, hələ bizə smart lövhələr sonradan belə deyək də siniflərə, bir çox məktəblərə gəldi. Orada artıq açıq dərsi smart lövhə ilə rahat şəkildə idarə edən bir müəllim idim. Müəllim olduğumdan qürur duyuram. Yəni bu çox gözəl bir peşədir, gözəl bir sahədir və bunu belə deyim də müəllim doğulmaq lazımdır. Və təhsil sahəsində bugünkü gündə çox çətindir. Müəllim işləyənlər də var, yəqin qatılanlar var sıranızda. Biraz bu çətinliklə bugünkü gündəmdə çatdırmaq çox çətindir. Və üstə gəl də sosial şəbəkələr. Bizim mövzumuz əsas bugün, yəni təhsildən çox danışmaq olar. Çox, belə deyim də, hər tərəfindən, məndən də bəlkə yaxşı danışarsınız. Mən bu dəfə şikayətlərdən yox, məhz hardan yararlana bilərik, necə yararlana bilərik və bu bizə necə xeyir verər, bundan danışmaq istəyirəm. Bir müəllim olaraq, yəni bütün layihələrə qatılın. Bu nə üçündür? Harda, yəni əlbəttə ki, rahatsınızsa da, yəni zamanınız varsa, zaman tapa bilirsinizsə, varsa dedik, biz onsuz da zamanı bəzən tapmaya da bilirik, amma zaman tapa bilirsinizsə, tapmağa çalışırsınızsa, bunu istəyin və mütləq şəkildə bu sizin inkişafınız üçün çox gözəldir. Ola bilər ki, gələcəkdə siz bunu
bunu istifadə etməyəsiniz. Amma başqa bir sahədə, bəlkə həyat sizi elə bir yerə atacaq ki, həyat burulğanında elə bir, belə deyək, dönəmdə, elə bir yaşamda olacaqsınız ki, bu sizə müəllim olaraq lazım olmayacaq, amma işlədiyiniz digər sahədə yararlı olacaqsınız. Çünki müəllimlərin qatıldığı bütün təlimlər inkişaf yönümlüdür. Yəni elə bir təlim yoxdur ki, mən deyim ki, bugünə qədər qatıldığım hər hansı bir təlimdə mən təəssüf hissi keçirdirəm. Əsla yox. Bütün qatıldığım təlimlərdə nəyisə öyrənmişəm. Bütün qatıldığım təlimlər mənə nəyisə verib. Hətta o təlimlərdə ayağımızdan çəkib, mane olub, belə deyək də, təlimlərdə bizə maneələr olmuş olsa belə irəli getməyi öyrənmişəm. O maneələri aşmağı öyrənmişəm. Yəni, bu hamısı bir təcrübədir. Mən illər öncə hələ müəllim idim, 60 nömrəli məktəbdə. Deməli, qurumun adı Təhsil Nazirliyinin nəzdində. İndi bax, bu dəqiqə bilirəm ki, həmin insanlar simanın yaradıcılarıdır. Yəni, o, belə deyək də, əmək qoyan insanlardır. Zamanında məhz elektron layihələri onlar Təhsil Nazirliyi ilə birgə müqavilə əsasında həyata keçirdirdilər və video dərslər var idi və dəvət etdilər ki, belə dərslərdə çəkilə bilərsinizmi? Bu dərslərdə çəkilmək ödənişli idi. O vaxtki dövrə görə yadımda 80 manat ödəyirdilər bir dərsin çəkilişinə. Yəni, bir dərsən sadəcə gedirdin, dərsin yığırdın dərsi tamlığı ilə, 45 dəqiqəlik dərsdə, amma biz 45 dəqiqə etmədik, bunu 15 dəqiqəyə sığışdırırdıq və bu 15 dəqiqəlik dərslərdə mən qeyd edəcəm ki, hansı saytda o dərsləri indi də tapa bilərsiniz, var o dərslər. Elə fürsətdən istifadə edeyim, zaman keçməmiş, sonra birdən yadımdan çıxar. Video video.edu.az. Bax, video.edu.az. Daxil olsanız orada müxtəlif fənlər üzrə var. Kimya, fizika, biologiya. Biologiyadan, yəni bir çox dərslər, məndən də sonra eyni zamanda gələn müəllimlər var idi, çəkilirdilər və sonra artıq mən biraz vəzifə, belə deyək də, səlahiyyətləri artdıqca, iş yükü artdıqca bu dərslərdən biraz kənarlaşdım. Amma 15 dərsdə çəkildim. Bu mənə nə verdi? Bu mənə maddiyyat verdi, İlk öncə biz həmişə maddiyyatı düşünürük, söz yox ki, eyni zamanda həmin dövr üçün tanınmalıq gətirdi. Yəni, artıq məni tanıyırdılar, bioloqlar bilirdilər, görürdülər və bu mənə biraz da müəllim olaraq əminlik verdi, valideynlərim baxırdı, məktəbdə, yəni şagirdlərin valideynlərindən söhbət gedir. Bu müəllim deməli bacarır ki, bunu dəvət ediblər, bacarır ki, bugün artıq ekranın bu tərəfindən o tərəfinə dərs deməyə çəkinmir. Orada çətin bir şey yox idi mən istədiyim. Dərsi evdə yığırdın, sadəcə olaraq o dərsi savadlı yığmalıydın, o dərsi video görüntülər əlavə, onların linklərini hamısını özün tapmalıydın. Biraz çətinliyi onda idi, evdə sənin zamanını alırdı. Amma çəkiliş zamanında çox gözəl bir komanda işləyirdi. Rejissorumuz var idi, Kamran müəllim, Kənan müəllim. Kənan rejissorluq edirdi, yəni özləri yığırdılar, çox savadlı bir insan idi deyə, yəni ehtiyac olmurdu da mən oturum onun yanında məhz cümlə və cümlə yığaq. Kəsirdilər, həmin o ssenarinin əsasında yığırdılar və bir də görürdük ki, qəşəng bir dərs ərsəyə gəlib, 15 dəqiqəlik dərslər ərsəyə gəlirdi və onlarda hər bir informasiya, mövzunu götürürdük. Tutalım ki, sapkurdlar tipini götürürdük, soxulcanları, belə deyək də, indiki dövr üçün, mən bilmirəm bu dəqiqə dərsliklərdə, yəni bu dəqiqə dərs demirəm deyə o mövzular nə formada gedir, amma o dövr üçün, yəni bir zoologiya kitabından, dərsliyindən götürülürdü mövzu, yazılırdı evdə mən tərəfdən ssenarisi və gəlirdik. Bircə gündə 2-3 saat vaxtım gedirdi ona, onu istədiyimiz kimi şənbə gününə sala bilirdik və beləcə çəkilirdik. Mən bilirəm ki, hətta sonradan, pandemiya dövründə belə yenə mən artıq direktor olaraq çalışırdım və mənə dəvətlər gəlirdi ki, gəlin çəkilin. Orada da ödənişli idi. Bugün də bilirəm ki, Təhsil Nazirliyinin çox gözəl layihələri var ki, axtarsanız, saytlarına girsəniz, maraqlansanız, yəni bu işdə sizə yardımcı olan insanlar olacaq. Ola bilər ki, ara sıra bunu dayandırırlar, amma ola bilər ki, sıranızda, aranızda bu həvəsdə olanlar var. Ekran bir var, özünüz düzdür. İndi hər kəs, bunu da deyəcəm, hər kəs ekranın o tərəfindən bir operator, bir rejissor olub.
Bax, bugün qoyuruq, məsələn, bu video telefonlardan, telefonlarla çox rahat şəkildə özümüzü kənardan belə qoyub çəkə bilirik, ştativlərdən istifadə edirik, işıqlandırmamız da hətta bəzən daha yaxşı edirik bunu bir çox, belə deyək də, studiya çəkilişlərindən və çalışırıq ki, dərsi zayə edək. Hətta mən bəzi müəllimlərdə sinfi bölüşdüyünü görmüşəm. Bunun heç tərəfdarı deyiləm. Bir gələk və bu barədə sizdən də sorğu eləyəcəm. Yəni, sizin də fikirlərinizi bilmək istəyəcəm. Yəni, özüm haqqında yəqin ki, kifayət qədər məlumat verdim. Respublikada ilin ən yaxşı müəllim müsabiqəsinin 2011-ci ildə birincisi olmuşam. Yüksək ballısı olmuşam. Yenə deyirəm, bütün bunlara addım-addım nail olmuşam və bütün təlimlərə qatılaraq. Ümumi təlimlər olub, onlayn təlimlər olub, pandemiya dövründə olub, hər birinə qatılmışam. Zamanım gedib, ömrüm gedib. Amma əldə etdiklərim də çox olub və çoxdur ki, bugün də mənə bir şans yaranıb, təşəkkür eləyirəm. Eyni zamanda ki, yəni bu şansı da veriblər ki, siz müəllimlərə də bugün bir təlimçi olaraq da özümün gördüklərimlə, mən heç vaxt öyrətməyi sevmirəm. Belə deyək də ki, yəni sadəcə öz misallarımda, bunu məktəbdə də belə olmuşam, direktor olduğum dövrdə də belə olub. Özümün başıma gələnlərlə, özümün əldə edədiklərimlə, özümün itirdiklərimlə nümunə olmağa çalışmışam. Yəni, baxın, belə bir nümunə var. İstəsəniz, bu nümunə kimi siz də nələrisə əldə edə bilərsiniz, qazana bilərsiniz. Və kifayət qədər də yenə deyirəm də, həm maddi cəhətdən qazanmışam, çünki dərslərə qatıldıqca tanındıqca əlavə şagirdlərimin sayı artırdı. Bunker müəllim olaraq çalışırdım. TQDK ilə o vaxt DİM deyildi, Tələbə Qəbul üzrə Dövlət Komissiyası idi. Onlarla işləyirdim bioloq olaraq. Dərsliklərdə metodik vəsait müəllifiyəm. Özüm bu dərsliklərin yoxlanışında Təhsil Nazirliyinin tərəfindən seçilmiş müəllim olaraq gəlirdim. Bütün bunlar hardan idi? Nə anam təhsil işçisi deyildi, nə atam təhsil işçisi deyildi, nə də heç kəs mənə bu işdə yardımcı dəstək olmurdu. Yalnız fürsət tapan kimi, təlim tapan kimi qatılırdım o təlimlərə. O təlimlərdə tanış olduğum müəllimlər, o təlimlərdə inanın mən 3 dəfə ilin ən yaxşı müəllim müsabiqəsinə qatılmışdım. Üçüncüsündən 5000 manat pulu da qazanmışdım və kifayət qədər özümə ad da qazanmışdım, belə deyək də, status da qazanmışdım və hər kəs deyirdi ki, bu müəllim həmin müəllimdir. Çünki əziyyətlə gəlirdim və o dövrə də sertifikatlar da əldə etmək lazımdır. Birinci mərhələsində mənim yadımdadır ki, 2010-11-ci ildə olub bu, qalibiyyətliyim 10-11-də olub. Amma ona qədər də 2 il ondan əvvəlki illərdə də verirdim müsabiqəyə. Birinci dəfə verdim müsabiqəyə, sertifikatlarım kifayət etmədi. İnanın, o qədər belə pis olmuşdum ki, yəni, niyə hansısa müəllimin sertifikatları məndən çoxdur, amma mənim o qədər sertifikatım yoxdur. Çünki sən demə bu təlimə, bu müsabiqəyə qatılmaq üçün ilkin olaraq sənin təhsillə bağlı, inkişafla bağlı, smart lövhələrlə bağlı, Mimio ilə bağlı hər biri bal verilmiş. Və bu ballar toplanılırdı və sən birinci mərhələsini keçirdin. İkinci mərhələdə artıq orada, ikinci mərhələdə tam yadımda deyil, unudacaq, üçüncü mərhələ, dərs verirdin, üçüncü mərhələdə də çıxış edirdin. İkinci mərhələdə dərs verdiyin zaman da tanımadığın bir məktəbdə, tanımadığın şagirdlərlə bir mövzu seçirdin və orada motivasiyadan tutmuş, müəllimlər məni daha yaxşı anlayacaqlar, yəni qiymətləndirməyə qədər 45 dəqiqənin içərisində bunu çatdırıb gözəl şəkildə, belə deyək də, komanda şəklində, qruplarla, komanda ilə, uşaqlarla, şagirdlərlə işləyib, şagird yönümlü bir dərs vermək lazım idi və komissiyada arxada əyləşirdi, səni yoxluyurdular. Mən birinci dəfə birinci mərhələsindən keçməmişdim, ikinci dəfə birincidən keçdim, sertifikatlarım artıq bayaqda çox təlimlərə boş olmuşdum. İkinci mərhələsindən keçmədim, çünki bilmirdim ki, dərsi necə demək lazımdır. Əslində dərs deyirdim, məktəbdə müəllim kimi işləyirdim, amma müsabiqədən keçib qalib olmaq üçün dərs necə olmalıdır. Və digərlərinin dərslərinə baxa-baxa görürdüm ki, burada bu şeyi daha düzgün dedik. Mən burada nəyisə daha yaxşı eləyə bilərdim. Burada biraz da
yani daha başqa yöndən yanaşa bilərdim. Bəs bugünkü təlimimizin də məqsədi odur ki, siz bugün sosial şəbəkələrdə çox paylaşımlar görə bilərsiniz. Çox özünə müəllim deyənlər, bəzən müəllim adlandırıb heç müəllim etikasını gözləməyən insanlar belə var. Heç tərəfdarı deyiləm. Bayaq söylədiyim kimi siniflərin də paylaşımının o qədər tərəfdarı deyiləm. Çünki dar siniflərdə müəllim görüntünü qoyur, görünür ki, sinif otağı dardır, bu sosial şəbəkələrdə qalır, yayılır və sanki bizim məktəblərdə yalnız balaca otaqlar var və müəllim orada dərs keçir, dərsini izah edir uşaqlara. Bilmək olmur ki, bu məktəb dərsidirmi, yoxsa müəllimin individual məşğul olduğu mu dərsdir. Amma müəllimdir sinifdə və şagirdlərə dərs deyir və birbaşa da onlayn açıq qoyur bunu. Deyərsiniz ki, nə çəkinəcəyi var ki, müəllimin? Yox. Ümumiyyətlə, mən Misir müəllimin hər zaman dediyi o sözlərin tərəfdarıyam ki, hər bir müəllimin hər gün dərsə çıxışı bir aktyorun bir səhnəyə çıxışına, bir səhnədə, bir tamaşada oynadığı rola bərabərdir, rolu kimidir. Müəllimlik peşədir, amma hər gün dərsə girməyimiz müəllim rolunu oynamağımızdır. Yəni, hər gün biz bu rolu oynayırıq. O demək deyil ki, biz aktyoruq. Amma bizim hər birimiz elə bu dünyaya gəlişimizdə də yəni ana rolundayıq, bacı rolundayıq, kimlərsə qardaş rolundadır, nənə rolundayıq, dost rolundayıq. Bunlar hamısı bizə verilmiş xüsusiyyətlər və rollardır ki, biz belə deyək də, nə qədər ki, balaca qızıq, evimizdə atamızın, anamızın qızı rolundayıq. Bacımız, qardaşımız varsa bacı rolundayıq. Xalamız varsa bacı qızı rolundayıq. Yəni, rolunda dediyim nədir? Biz xala gələndə xala ilə bacı qızı kimi danışırıq. Ananın yanında ana ilə danışırıq deyə, ata ilə danışırıq deyə qız rolunu oynayırıq. Bacı ilə biz axı qız olmuruq. Bacı ilə biz artıq başqa cür bacı kimi danışırıq. Qardaşla bacı kimi danışırıq. Və belə bizim həddən artıq yaşadığımız bir dövrdə, mənim 50 yaşım var, 2 həftədən sonra 51 yaşım olacaq və bu günə qədər, kifayət qədər belə deyim də, bu dönəmdə rollar öhdəliyimə düşüb. Ana da olmuşam, nənəyəm artıq, övlad da olmuşam, bacı da olmuşam, qaynanayam. Yəni, yeni rollar gəldikcə o rollara alışmaq məcburiyyətindəsən. Təhsil sahəsində isə ola bilər ki, sən əvvəl müəllim rolundasan, laborant kimi başlayırsan, işə sonra müəllim olursan və yaxud da müəllimlik, indikilər MİQ imtahanı verirlər. Əvvəllər mümkün idi, əvvəl laborant işləyirdin, sonra müəllim keçə bilirdin. Amma indiki dövrdə isə artıq müəllimin işə qəbulu var deyə, yəni rahat şəkildə müəllim işə qəbul oluna bilir, imtahanını verir və çox rahat şəkildə də müəllim kimi fəaliyyətə başlayır. Və bugün müəllim kimi fəaliyyətə başlayan adam, təsəvvür edin ki, yenicə səhnəyə çıxmış bir aktyordur, bir aktrisadır. O necə öz rolunu mükəmməl yerinə yetirə bilər? Valla mümkün deyil. Yəni, kimlər deyirlərsə ki, yox, yəni mümkündür, o yəqin artıq evdə olduğu dövrdən, yəni bir müəllim kimi özünü aparır. Evində olduğu bir zamanda da bacı qardaşıyla da düzüb qabağına müəllim kimi dərs deyib onlara, qonşuların uşaqlarını yığıb müəllim kimi dərs deyib onlara. Yəni, mənə görə, bu mənim əlbəttə subyektiv fikrimdir, razılaşmaya da bilərsiniz. Mənə görə müəllimlik, hər gün müəllimin sinifə daxil olması bir aktyorun rolu qədər məsuliyyət daşıyır ki, tamaşaçı qarşısına çıxır və ona görə birbaşa canlı yayımda olan müəllimlər üçün, bax, bu dedi, mən canlı yayımdayam, bu, belə deyək də, yazılmayıb, amma mən artıq 26 il təhsil təcrübəsini özümdə daşıyan, belə deyək də, 50 illik bir insan təcrübəsini özündə daşıyan insan olaraq, obyekt olaraq, şəxs olaraq insanlar qarşısına çıxmağa çəkinmirəm. Çünki mən müəyyən müddət televiziyada aparıcılıq etmişəm, bu mədəniyyət sahəsində çalışmışam. Bugün də çox gözəl televiziyalarından birində ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin baş mütəxəssisi olaraq çalışıram. Kommunikasiya qurmaq, əlaqələr yaratmaq bu mənim artıq gördüyüm işdir bugünkü gündə. Və ona görə mənə rahatdır. Mən birbaşa canlı yayıma da daxil ola bilirəm. Çünki deyəcəyim sözü çox gözəl bilirəm. Mənim yanımda burada şagirdlər yox, artıq başqa insanlar yoxdur ki, deyim, onlar bir də neysə bir hərəkət eləyərlər əks ekranda. Hətta mən bəzən hiss edirsiniz ki, çünki tam ekranı görmürəm, orada bir əzim musiqi qoymuşam, amma tam görmürəm, reklamlar girdiyi zaman da çalışıram, yönləndirəm, uzaqdan görə bilmirəm ki, birdən
bilmədiyim bir tədbirdə ekranda neysə arxada görüntü getmiş olar. Yəni bir yenə də müəllim olaraq bunun üçün hər zaman narahatam və düşünürəm ki, hər bir müəllim də öz missiyasını başa düşür, əgər bu müəllimliyin ardıca gedirsə. Qayıdıram yenə sosial şəbəkələrə ki, bax biz müəllim olaraq sosial şəbəkələrdə bugün kimisə dərsini paylaşırıq, amma gəlin görək o dərsləri paylaşmazdan öncə özümüz o dərslə tanış olmuşuqmu? Yox. Bəzən elə olur ki, bugünkü dövrdə çox rahatdır. Müəllim, məktəbdə internet var. Müəllim girir, tıklayır, belə deyək də, ekranda kalibrovka elədi və ekranı açdı. Smartlar da var, adi lövhələrdə də bunu etmək, white lövhələrdə də etmək mümkündür. Yəni, mimyo aparatla mümkündür, prometan lövhələrlə, yəni ki, dərslərdə rahat istifadə edə bilirlər. Göstərir digər müəllimin dərsini, amma müəllimin özünün tanışlığı yoxdur o dərsdən. Müəllim üzə oturub baxmayıb o dərsə ki, o müəllim orada nə danışır? Düzmü dedi, səhvmi? Hər müəllimin çəkilişi o demək deyil ki, düzdür. Hər ekranda gördüyünüz görüntülər o demək deyil ki, 100% düzdür. Axı biz müəllimik, axı siz müəllimsiniz. Müəllim öyrədəcəyini əvvəlcə özü görməlidir. Yəni, görməlidir, bəyənməlidir, baxmalıdır. Oradakı nələrisə bəlkə özü üçün dərs düzəltməlidir. Və sosial şəbəkələrdən düzgün istifadə eləməlidir. Bugünkü gündə telefonlarla görün nə qədər problemlər baş verir. Oyunlara daxil olan istər uşaqlar, onları daha çox, belə deyək də, oyunlar cəlb edir. Nəinki hansısa bir müəllimin ekran arxasından dayanıb ona dərs deməsi. Onlar oyunlu dərsləri daha çox sevirlər. Çünki artıq zaman dəyişir, dövr dəyişir, sürət dəyişir, həyat dəyişir. Belə deyək də, biz istəsək də, istəməsək də bunu dəyişir. Və köhnədə Sovet dönəmində olan, ondan sonraki hətta dövrlərdə, belə deyək də, 2000-ci illərdə, 2010-cu illərdə çəkilmiş dərslər 2026-cı ildə ərsəyə gələ biləcək dərslərə bərabər deyil. Odur ki, yəni mənim bir, belə deyək də, uzun müddətli təhsil sayəsində təcrübəsi olan bir insan kimi sizə tövsiyəm odur ki, dərsləri özünüz yaratmağa çalışın. Özünüz çəkilişlər edib, dərsin motivasiya hissəsində qoya bilərsiniz, dərsin nəticə hissəsində bunu uşaqlara ekran olaraq qoya bilərsiniz və bundan heç də çəkinməyin. Və sosial şəbəkələrdən şagirdləri, ay müəllimlər, bugün yönləndirən də sizsiniz. Biz hər dəfə deyirik ki, görürsən bu oğrular hardan çıxdı, görürsən bu axmaq fikirlər hardan çıxdı, görürsən bu TikTok səhifələrində bu paylaşım edənlər hardan çıxacaq? Siniflərdən, məktəblərdən, bəzən deyirlər ki, günahkar məktəbdir, bəzən deyirlər valideyndir. Yox, ikisi birlikdə. Ailə, məktəb bu cəmiyyətə uşaq buraxır. Mən demirəm burada 50-50-yədir, yox. Ailənin öhdəliyinə daha çox düşür, amma eyni zamanda yaxşı müəllimlər, mən hər dəfə deyirəm ki, Cəlil Məmmədquluzadə kimi müəllimlər azdır. Bizə Əkbər Sabir kimi müəllimlər azdır. Yəni dövrünün, dönəminin şagirdi üçün canını qoymağa hazır olan müəllimlər azdır ki, bugün onlar adını qoyub gedib. Bəlkə də deyəcəksiniz ki, neynirəm ki, mən öləndən sonra mənim adım qalmış olsun. Amma mən düşünürəm ki, əgər bugün bax, bugünkü elə təlimdən mən kiməsə yararlı ola bilirəmsə, nə xoş mənim payıma və kimsə əgər deyə biləcəksə ki, zamanında ki, onun işlətdiyi o söz mənim həyatımda nəyəsə balaca bir qığılcım oldu, nə xoş mənə. Eləcə də sizin müəllimlərin, inanın ki, şagirdləriniz siz bilmədiyiniz halda sizi yadda saxlayırlar. İllər keçir, bu yaxınlarda bir şagirdimi, deməli, toyda görürəm anası ilə bərabər. İnanın ki, o qədər mənə hörmətlə, izzətlə yaxınlaşır və deyir ki, sizi unutmaq olarmı? Yəni, dərsdə çox ciddi müəllim olmuşam, tələbkar olmuşam, o demək deyil ki, hamı ilə xoş danışmışam, xoş nə mənada, yəni, sən yüksək qiymətlər yazmışam, yox. Tələbkar olmuşam, öz fənnimi sevmişəm və çalışmışam ki, sevdirəm. Amma bir müəllim olaraq ilk növbədə insanlara və şagirdlərimə bu həyatı sevdirməyi aşılamışam. Və bugünkü gündə də onlayn qoşulmusunuz da, bu təlim sizə nə verəcək, onlayn digər təlimlərə qoşulursunuz, onlar sizə nə verəcək, nəyi verə biləcək, nəyi götürə bilirsinizsə,
Onu yararlanıb paylaşın. Amma nələrdəsə görürsünüzsə ki, yanlışlıq var. Dərsinizin bir hissəsində müəllim öz dərsinin ağasıdır. Bəli, biz dərsdə dərsin motivasiyasından, yenə deyirəm, qiymətləndirməsinə qədər bir ssenari yazırıq sanki və bunu mütləq şəkildə bugünkü gündə o gündəliyi də yazmağa, mən də direktor olduğum zaman müəllimlərdən gündəlik yazmağı tələb edirdim. Hərçənd ki, bunu çox, yenə deyirəm, mən özüm dəstəkləmirdim. Çünki mənə görə müəllim yaradıcıdır və müəllim gündəliyində bir nəyisə yaza bilər, gündəlik planından söhbət gedir. Amma onu başqa istiqamətdə keçə bilər. Özümdə də dəfələrlə elə olurdu. Yazırdım ki, bugün bunu keçəcəm, amma mövzu qalırdı, söz yox ki, bunu bu yöntəmdə, bu istiqamətdə keçəcəm. Səhər gəlirdim, 2 yarpaq ayağımın altına düşürdü, onu götürdüm, motivasiyanı tamam başqa cür qururdum. Yəni yaradıcı müəllimdən söhbət gedir. Yəni bugünkü gündə bu təlimlərə qoşulan müəllimlər də yaradıcı müəllimlərdir. Bax, istərdim soruşam və istərdim ki, diskusiyaya siz də qatılmış olasınız ki, bugünkü gündə sosial şəbəkələrdən necə istifadə edirsiniz? Mümkündürmü biz yəni bunu biraz dialoq şəklində edək? Alo, məni eşidənlər. Bəli, əlbəttə, Səfra xanım. Aha, mən burada sadəcə olaraq yalnız özünü görürəm ekranda. Başqa bir funksiya edə bilmirəm. Xanım, buyurun. Aha, buyursun. Bilərsiniz, əl qaldırmışsınız. Hə, siz oradan görürsünüz. Hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Çox sağ olun bu cür təlimlərə görə, bizə faydalandırdığınıza görə, qatqılarınıza görə sizə təşəkkür edirəm, minnətdaram. İlhamə xanıma və sizə. Təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun ki, siz də zamanınızı ayırıb, axşam deyir, bu vaxtlarda adətən ailəyə ayrılırlar. Amma siz öz təhsilinizə, öz bilgilərinizin artırılmasına yönləmsiniz və sizin kimi bugün təlimlərə qoşulan xanımlarımız, bəlkə bəylər də var, bilmirəm, qoşulanlarımız deyək. Buyurun. İnanın ki, qarşımda hal-hazırda sinif iclaslarının protokoludur, çıxarışları yazıram, sizi də dinləyirəm. Yəni, eyni anda o prosesləri gedirik. Çox şükür işimiz budur, yerinə yetiririk, sevə-sevə. Deməli, mən əslində Bakıda təhsil almışam, orada işləmişəm, sonra belə deyək də, kənd məktəbində hal-hazırda işləyirəm. Çox da sevə-sevə. Hansı kənd məktəbidir? Deməli, Saatlı rayonunda işləyirəm hal-hazırda. Nə gözəl. 10 ildə artıq. Bizdə internet olmur, maşallah günümüz olsun. Bizdə internet olmur. Amma müəyyən, yəni əlimdə hansı vəsaitlər olur, hansı resurslar olur, istifadə edirəm ki, şagirdlər yeniliklərdən xəbərdar olsun. Bəli, bizim dərsimiz müzakirə xarakterli olur. Bəli, səs küylü olur. Amma mənim üçün önəmli olan şagirdin tədqiqat aparmasıdır, bunun fikir bildirməsidir. Xalqi səsə yol vermirik. İndi özünüz də yaxşı bilirsiniz ki, şagirdlər dərsdən yayınmaq üçün nənəm bunu İxtisasınız nə idi? İbtidai sinif müəlliməsiyəm. Ümumiyyətlə, onlayn, bax belə, hər hansı bir video dərslərdən falan istifadə edirsinizmi? Bizdə internet problemi olduğuna görə bizdə olmur. Amma mən sizə bir şey deyim. Deməli, illər öncə, sözünüzə kəsirəm üstə, bu bir misaldır, özümdən çəkirəm. İllər öncə hələ notebooklar məktəblərə verilməmişdi. Məktəblərdə bir dənə də olsun notebook yox idi. Kompüterlər var idi, az gəlirdi. Mən danışıram, deməli, təqribən, belə deyək də, 15 il bundan əvvəldən. 15 il bundan əvvəl mən 60 nömrəli məktəbdə müəllim işləyirdim. Bəlkə də biraz çox. 20 il. Deməli, bəli, 20 il bundan əvvəl, Rovna. Üzr istəyirəm, dönə-dönə həyat yoldaşım mənə hədiyyə notebook almışdı və bu Toshiba notebook idi, çox qəşəng bir notebook idi. Mən eyni zamanda televiziyada da çalışırdım və orada Adobe Premiere montaj üçün güclü bir notebook idi. Mən həmin notebooku gətirirdim məktəbə, internet yox idi. Nə məktəbdə, nə məndə, nə telefonlarımız o deyildi. Deməli, mən amma sosial şəbəkələr var idi, YouTube var idi. YouTube'dan mənə şagirdlər öyrətmişdi ya bunu. Yəni özüm haradasa öyrənməmişdim. Məktəbin şagirdləri bizdən daha yaxşı bilirdilər. YouTube sözünün əvvəlinə əlavə eləyirdik və hər hansı bir videonu mən köçürdə bilirdim. Mən onu köçürdürdüm.
kompütera, flaşkaya atırdım. Yəni ya məktəbdə köçürdürdüm başqa kompüterdən, flaşkaya atırdım, flaşkanı taxırdım həmin kompütera, notebooka. O notebooku gətirirdim sinifə, 3 şəxsi notebookum idi. Açırdım, bunu 60 nömrəli məktəbin bugünkü gündə də yenə də onlar artıq böyük kişilər, böyük xanımlar, qadınlardılar, işləyirlər uzun müddət 20 il bundan əvvəldən danışıram. Və açırdım, bax kameranı belə qoyurdum sinifin qarşısında. Hamı onu görə bilmirdi lap yaxından da. Qabaq sırada oturanlar görürdü. Sonra notebooku götürürdüm, zərətkası özündə olurdu deyə. Uşaqların, şagirdlərin ya ətrafına toplayırdım ki, gəlin bir dənə bax bu hissəsinə baxın bunun. İnanın ki, elə maraqla, yəni o zamanda 20 il bundan əvvəl mən öz vəsaitim hesabına, öz həvəsim hesabına bunu uşaqlar üçün edirdim. İnanın ki, siz bax adi bir notebooka, zaryadkaya evdə qoysanız, yəqin ki, məktəblərə notebook verilir kənddə də olmuş olsa. Siz ora nəyisə yükləyib, flaşkada, internet olduğunuz vaxt evə aparıb, evdən flaşka ilə yükləyib internetə, sonra gətirib sinifdə qoysanız, İnanın ki, o uşaqların həvəsi birə nə bilim nə qədər artacaq və siz o qədər yadda qalan bir müəllim olacaqsınız ki, və digər müəllimlərdən də seçiləcəksiniz. Paraleldə olan, düzdür, biraz paxıllığınızı çəkəcəklər ki, ha, bu bunu elədi, bunu özünü göstərdi. Heç nə olmaz. Məncə müəllim özünü göstərməlidir. Mənə görə müəllim nə bacarırsa, nəyi bacarırsa eləməlidir. Yəni ona görə sizin deməyiniz ki, bizdə internet yoxdur və biz bundan istifadə eləmirik. Biraz mənim üçün 20 il bundan əvvəl internet yox idi və mən bundan istifadə edirdim. Etməyə cəhd edirdim, yox, edirdim, gündəlik edirdim, şəxsi yenə deyirəm, notebookumu bunun üçün istifadə edirdim və bugün də deyirəm ki, nə yaxşı ki, mən bunu eləmişim, hətta bunun bəzilərinin görüntüləri də var məndə, saxlamışam. Buyurun, sözünüzü bayaq kəsdim. Yox, estağfurullah, buyurun, dinləyirəm. Deməli, yox, mənim əslində planımda var, notebook almışam, yəni onlar hamısı indi tətil boyu ərzində kurslara qoşulacam. Əslində bilirdim sadəcə kompüter elədir ki, praktikidir də, gərək daim istifadə edəsən ki, unutmayasan bilgiləri. Ona görə inşallah ki, mən onları edəcəm. Öyrədəcəklər. İnanın ki, uşaqlar sizə elə yaxşı öyrədəcəklər ki, yadınızdan çıxanı onlar yadınıza salacaq. Onlar bizdən yaxşı bilirlər bu dəqiqə. Maşallah, o qədər aktivdirlər. İndi hal-hazırda onlar 2-ci sinifdədir. Hətta bizim sinifdə nitq qüsurlu belə şagirdimiz var. Yəni, belə deyək də, hətta mən valideynlərə belə müraciət eləmişəm ki, logopedə deyin. Hətta elə valideyn olub ki, üstümə gəlib ki, siz mənim uşağımı xəstə edirsiniz. Deyirəm ki, yox, mən sizin uşağınızın, övladınızın gələcəyi üçün mən bunu deyirəm. Amma siz məni yanlış anlayırsınız. Yəni, o cür şagirdlər olsa belə, yəni işimizdə edirəm. Mənim də o cür şagirddə də nəsə qatqı olmalıdır. O da nəyisə öyrənməlidir deyə. Yəni biz hər kəsi dinləyirik. Sinifdə 17 şagird var, siz təsəvvür edin. Onların 15 nəfəri 2-ci sinif proqramı mən onlara keçirəm. 2 nəfər var ki, onlar hələ də mən onlara 1-ci sinif proqramını keçirəm. Ki, onlar da öyrənsin. Heç birindən qalmasın geri. Çünki hər kəs öyrənməlidir. Yəni, siz hər uşağın bir qavraması olur, bir gücü, qüvvəsi olur da. Yəni, ona proqramı o qədər də yükləmək olur. Ona görə hər şagirdə fərdi yanaşırıq da, belə deyək. Ona görə hər bir şagird nəsə öyrənməlidir. İstəyir akademik olaraq bilgiləri əldə edərək, istəyir, yəni hər bir şey öyrənməlidir və hər bir şey də bizim sözümüzdən, nitqimizdən asılıdır. Bizim emosiyalarımızdan asılıdır. Çünki biz necə düzgün rol modeli olacaqsa, yəni o da şagirdlərimizə yansıyacaq. Tamamilə doğrudur. Amma mənim sualım bizi izləyənlərə oldu ki, ümumiyyətlə bax video çarklardan, ümumiyyətlə video dərslərdən, yəni sizcə onlar sizə nəsə verə bilər, yoxsa yox? Onlardan istifadə etməyin qaydaları necədir, nə cür? Bax siz dediniz ki, hələ ki etmirəm, amma edəcəm də, yəni artıq planımda var bunu etmək, düzdür? Yəni Saatlının bir kənd məktəbində müəllim bugün artıq öz üzərində işləyib bunu etmək istəyirsə, bizdən də nə aiddirsə, yəni yenə deyirəm, sual da yazsanız, Instagram səhifəmdə var. Əgər yazıb bir məsləhət alsanız, linkləri belə istəmiş olsanız, mən böyük məmnuniyyətlə onları da sizinlə paylaşaram. Yəni, ibtidai siniflə də bağlı olaraq, çünki magistratura təhsilimdə ibtidai sinif metodologiyadır. Yəni, yaxşı materiallar var da, istər Azərbaycan bölməsi üçün, istər Rus bölməsi üçün. Digər, yəni xanımlardan kimsə qatılmaq istəyən varmı suallara? Bəli, başqa fikri olan müəllimlər səsini açıb
həm özü haqqında məlumat verə bilər, həm də Çünki suallarına zaman zaman içərisində. Bəli, tamam. Kimin sualla bağlı fikri varsa, sosial şəbəkələrdən istifadə edirsinizmi? Müsbətmi təsir, müsbətmi belə deyək ki, mənada işlədilir? Bugün sosial şəbəkələr kifayət qədərmi məhz müsbət istiqamətdə istifadə olunur, yoxsa ki, yox? Salam, axşamınız xeyir. Aqibətiniz xeyir. İcazə verirsinizsə danışaq biraz. Bəli, Buyurun. bəli, müəllim, buyurun. Buyurun. Bu sosial şəbəkələrdən bizdə əksəriyyət vaxt öldürmək üçün keçirdir. Yəni məlumat əldə eləmir, bir maraqlı məlumat paylaşmır. Adətən mən fikir verirəm, məsələn, hər hansı bir şəxs, tanıdığım adamlar var ki, yəni əksəriyyət müəllimlərdir. Özüm də müəlliməm. İxtisasınız nədir? İxtisasım kimya müəllimi, hal-hazırda özüm məktəb direktoru işləyirəm. Masallı məktəbi. Harada Gözəl. işləyirsiniz? Masallı məktəblərində. Nə gözəl. Amma əksəriyyət fikir verir, məsələn, müəllim yoldaşlarımdan, məsələn, müəllim yaxşı, maraqlı, elmi məlumatlar paylaşır. Onu bəyənmə maksimum 20 bəyənmə olur. Amma bir şəkil ya bir hər hansı komik bir videoya minlərlə baxış olur. Bunun günahı bax kimdədir? Bax Rafiq müəllim oldu da. Zahid. Zahid. Yəni belə deyək də, Safra xanım oldu da sizin adınız. Bəli. Safra xanım, mənim özüm YouTube səhifəm var. Orada mən nə qədər kimyadan videolar qoyuram, izahlar qoyuram. Ona baxan az olur. Bir komik bir video qoyun, bir təcrübə qoyun, bir şəkilli bir şey qoyun. Kifayət qədər baxan adam çox. Kifayət qədər baxan. Siz necədir? Bir nəfər bu yaxınlarda hardasa gördüm onu ki, biz kütlənin sanki ardıca qaçmaq məcburiyyətində ki, çox baxsınlar deyə biz mütləq komik nəsə. Yox, onu da mən bileyim, onu da mən sizə deyim də. Bugün bizim kütlənin fikirləri necə formalaşır televiziyada. Televiziyada nələr deyilir? Ancaq müğənnilərin həyatı, müğənnilərin nə bilim yaşayışı. Sosial şəbəkələr deyə, çünki hamının əlində telefona baxılır, televizora. Sosial şəbəkədə elə bir şəkildə, məsələn, bir baxaq ki, məsələn, bir dənə müğənninin